بسم الله الرحمن الرحيم. الحمد لله وحده والصلاة والسلام على من لا نبي بعد. أما بعد. السلام عليكم ورحمة الله وبركاته. Elhamdülillah. Arkadaşlar biz Səhih Buxari oxumaqda davam edirik. İnşallah götürmüşük belə bir əsas kimi, bir mənbə kimi möhtəbər Fəthül Barini. Amma Fəthül Bari Buxarinin şərhidir. Ən güclü şərhlərdən biridir. İbn Həcər onu ən güclü şərhlərdən biri edib. Lakin Buxarinin şərhi çoxdur. 300-dən bəlkə də 300-ə yaxın ya ondan çoxdur. Ona görə sadəcə İbn Həcər rahimehullah ən güclü şərhlərdən biridir. Deməli biz Bədül Vahiy, yəni vəhyin başlanğıcı. Və bu elə belə deyil, Buxari elə belə qoymuyor bu kitabı. Ən birinci Bədül Vahiy, vəhyin başlanğıcı. Yəni necə başladı hər şey? Necə başladı? Hətta birinci hədisi də elə belə qoymuyor. Yəni alimlər hərdən, məsələn, bəzən kitablarda, o kitablarda nəyisə bildirmək istəyirdilər. Birinci nəyi başlayır, birinci hansı fəsli başlayır, hansı baba başlayır. Məsələn, fikir verirsən, vəhyin başlanğıcı. Sonra vəhyin başlanğıcında hansı hədisdən başladığı niyyət hədisinə. Yəni bildirmək istəyir ki, əməllər niyyətə görədir. Yəni niyyətin sırf Allah üçün eləyəcək. Çalışacaq onun üçün eləsin. Yəni bu başqa niyyətlə deyil. Dünya məqsədinlə deyil. Təbii ki, biz qıssa şərh edirik. Çünki çox, hətta İbn Həcəri götürsək, birinci hədisə toxunur sənəd cəhətindən, sonra lüğət cəhətindən, lüğətdə fəthə, kəsrə, bu kəlmə neçə məna verir, sonra gətirir, bu belə deyib, bu belə, sonra onların şər'i mənaları, sonra onların, yəni elə bir ki, böyük bir dənizdir, qardaşlar. Böyük bir dənizdir. Yəni, bizi təəccübləndirən nədir? Bəziləri çıxır, deyir ki, o ayələri ərəblər onda düzgün başa düşmürlər. Ərəblərdən sonra da gələn alimlər başa düşmürlər və mən başa düşdüm. Bələymiş. Görün, bu xəstəlikdir. Xəstəlik ya da hansı xarici təşkilatlardan nəsə götürür, cəmiyyətdə insanları çaşdırır. Fikirlərində azdırmaq istəyir dində, dini baxımdan. Elə adamlar olacaq. Elə adamlar, hətta Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, vaxt gələcək, hədis deyəndə deyəcək, yox, bizə Qurandan danış. İşarələr edilib. Belə şeylər olacaq. Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, ümmət 73 yeri bölünəcək. Ona görə təəccüblənmək lazım deyil bu firqələrin, bölünməklərin. Təəccüblənmək lazım deyil, xavariclər var. Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, qiyamətəcən bunlar olacaq. Buynuz kimidir, kəsəcəksən, yenə çıxacaq. Sadəcə onlarla düzgün mübarizə aparmaq lazımdır. Ən birinci olan fikrilə. Və biz deməli, birinci kitabdayıq, Kitab Bədül Vahiy. Və biz dedik ki, qardaşlar, kitabı başlamamışdan qabaq, Səhih Buxaridə neçə dənə kitab var? 97 dənə. 97 dənə, deməli, və birinci kitabda Bədül Vahiy 7 dənə hədisdir. 7 dənə hədisdir, biz deməli, 6-cı babdayıq. Biz 5-ci hədisdəyik. İndi 6-cı, deməli, babdayıq. Yaxşı, neçə dənə babı var, fəsil? Çoxdur. Birinci mən qeyd eləmişdim. 3972 dənə babdır. İndi təsəvvürlə, böyük bir dənizdir. Bunun içində böyük məsələlər var. Hər şey var demək olar. Hər şey. Biz hələ gün 6-cı babı oxuyacaq. Birinci kitabda. Keçən də qardaşları dedim, yaxşı, biz hər dərsdə bir dənə oxusaq, bizə bir 200 il lazımdır. Nə mən, nə hamımıza çatmayacaq. Ona görə çalışacaq hər dərsdə. Heç olmasa 4-5 hədisi birdən oxuyaq. Məqsədimiz birinci Buxarini oxumaqdır. Hədislərin. Qıssa şərhlə. İndi bugünkü hədis sadəcə uzundur, çalışacağım qısaldaq. Yəni necə? Çox şərh eləməyək. Deməli, İmam Buxari deyir ki, Həddəthənə Əbul Yəmən الحكم ابن نافع قال أخبرنا شعيب عن الزهري قال أخبرني عبيد الله
ابن عبد الله ابن أتبة ابن مسعود أن عبد الله ابن عباس أخبره أن أبا سفيان ابن حرب أخبره أن هرقل أرسل إليه في ركب من قريش وكانوا تجارا بالشام في المدة التي كان رسول الله صلى الله عليه وسلم مادا فيها أبا سفيان وكفار قريش، فأتوه وهم بإيليا فدعاهم في مجلسه وحوله عظماء الروم، ثم دعاهم ودعا بترجمانه فقال: أيكم أقرب نسبا بهذا الرجل الذي يزعم أنه نبي؟ فقال أبو سفيان: فقلت أنا أقربهم نسبا. فقال: أدنوه مني وقربوا أصحابه فاجعلوهم عند ظهري. ثم قال لترجمانه: قل لهم إني سائل هذا الرجل فإن كذبني فكذبوه، فوالله لولا الحياء من أن يأثروا علي كذبا لكذبت عنه. ثم قال: أول ما سألني عنه أن قال: كيف نسبه فيكم. Hadis uzundur. Bu hadis Sufyan radıyallahu anhu deyir ki, Herakl'la görüşür, danışır. Herakl'la. Bunlar gəlirlər Şama. Ticarət olur, Hudeybiyyə sülhü olur, sülh elan olunur. Peyğəmbərlə, Qureyş. Sakitçilik yaranır. Bunlar gəlirlər, bunlar ticarətçi idilər. Bunlar gəlirlər Sufyan qəbilələ Şama. Və bəzi rivayətlərdə düzdür, İbn Həcər burada çox danışır, şərh-i hadisi. Bəziləri deyirlər, indiki Qəzza deyilən yerdə, bəziləri ümumən ora Şam idi da. Şam indiki 4 dənə dövlətdir. O vaxt Şam bu 4 dövləti əhatə edirdi indiki. Bu vaxtı Herakl Rumluların kralı. O çağırır. Eşidir ki, ərəblər və Qureyşlər deyir, ged onlara gətirin. Gətirirlər, Herakl çağırır tərcüməsini, deyir ki, kimdir o biri çıxıb sizdə? Peyğəmbər deyir. Ona ən yaxın kimdir Sinarozda? Abu Sufyan deyir ki, mənəm. Nəsəblə, nəsillə. Kimdir yaxın? Deyir, mənəm. Deyir, yaxındır yəni. Başlayır Herakl buna indi bu danışır. Necə olub? Soruşur, Herakl başlayır suallar verməyə. Nəsəbi necədir? Yəni, necə nəsildir? Şərəfli nəsildir, tanınandır, hörmətli nəsildir. Abu Sufyandan soruşur. Qultu huva fina zu nəsəb. Yəni, bəli, nəsəbli adamdır, köklü adamdır. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem. Qal, fəhəl qalə hədəl qavlə minkum əhəd qattun qabləhu? Qultu lə. Deyir, sizdən qabaq belə deyən olubmu onun dediyi kimi? Onun dediklərindən sizdən qabaq deyən olub? Abu Sufyan deyir ki, yox, deyən olmayıb. Sonra Herakl soruşur ki, hər kənə min əbəihi min məlik, atalarından, babalarından kimsə padşah olub? Abu Sufyan deyir ki, yox, heç kəs olmayıb. Qal, fəəşrafun nəs yəttəbiunəhu əm duafauhum. Soruşur ki, Herakl, kimdə ona tabi olanlar? İmkanlılar, varlılar, tanınmış adamlar, yoxsa zəiflər? Fəqultu bəl duafauhum. Deyir, zəiflər, zəif adamlar. Qalə, əyəzidunam yanqusun. Artırlar, yoxsa azalırlar? Qultu bəl yəzidun. Süfyan deyir ki, dedim ki, çoxalırlar. Qalə, fəhəl yertaddu əhəd minhum saxtətən lidinihi bə'də ən yədxulə fi? Qultu lə. Deyir, onların içində belələr var ki, İslamı qəbul edir, sonra çıxdı dindən. Abu Sufyan deyir ki, yox. Söhbət gedir Məkkədən. Deyir, yox, heç kəs çıxmayıb. Qalə, fəhəl kuntum təttəhimunuha bil-kədibi qablə ən yəqulə mə qal? Qultu lə. Yəni, deyir ki, bundan Peyğəmbərliyi deməmişdən qabaq, Peyğəmbər deməmişdən qabaq, onun yalancılıqda nəsə ittiham eləmişdiniz. Abu Sufyan deyir ki, yox. Yəni, fikir ver, bədəvidir, Qureyşidir. O vaxtı da hələm kafir idi Abu Sufyan. Amma düz danışırdı. Çünki bu fitrətlərində var idi. Lap kafir də olsa, qəbilədə var idi. Yəni, yalan danışmaq olmaz. Yəni, düzün deyir də.
Orada allada da bilərdi. Qal fəhəl yaqdir qultulə. Yəni, nəysə uğrayıb, nəsə ittiham olub, nədəsə, yox, heç nə. Və nəhnu minhu fi müddətin la nədri mə huvə fəilun fiyhə. Qal və ləm tumkinni kəlimətən udxilu fiyhə şeyən qeyru hədihil kəlimə. Qal fəhəl قاتلتموه قلت نعم قال فكيف كان قتالكم إياه قلت الحرب بيننا وبينه سجال ينال منا وينال منه قال ماذا يأمركم قلت يقول اعبدوا الله ولا تشركوا به شيئا واتركوا ما يقول آباؤكم. Yani sonra Abu Süfyan'a deyir ki Herakl, deyir ki onunla döyüşmüsünüz. Deyir, Abu Süfyan deyir ki bəli döyüşdük. Deyir bir dəfə oldu bir dəfə biz. Yani Bədirdən Uhuda yada salır. Bədirdə uduzmuşdular Qureyş. Kafirlər, müşriklər. Uhudda uddular. Deyir ki, nə deyir sizə? Sizə nə deyir o? Təsəvvürlə, kralı var, soruşur hər şey. Onlarda biraz elm var idi. Çünki əhli kitab idilər. Əhli kitab idilər. Lakin, hansı əhli kitab? Dəyişdiriləndən sonra əhli kitab idilər. Burada incəlik var, qardaşlar. Həm də xavariclərə rədd var. Çünki var xristiyanlar, ancaq onlar xristiyanlar deyil, müsəlmanlardır. İsa'nın vaxtında İsa'yı qəbul edənlər, Peyğəmbər kimi. Onlar müsəlmandır. Musa'nın vaxtında Musa'nı qəbul edənlər, onlar müsəlmandır. Müsəlmanlara təslim olanlar. Amma sonradan dəyişdirilib. Lakin baxmayaraq burada incəlik var. Nədir? Dəyişdirilib. Quran onlara əhli kitab dedi. Çünki xavariclər indi deyir ki, məsələn, İbn Ladin və s. olan bacılar, babalar zat. Onlar deyir ki, əhli kitab yoxdur. Ne üçün? Öldürmək olar. Əhli kitaba toxunmaq olmaz axı. Kitab əhlinə toxunmaq olmaz. Toxuna bilərsən bir dənə döyüşçü, o da döyüşdə. Onlar nədir? İnsanları öldürmək üçün, oğurlamaq üçün, qanların, malların halal etmək üçün deyiblər ki, indi kitab əhli yoxdur. Başa düşürsünüz? Amma Quran onları kitab əhli deyəndə artıq onlar dini dəyişmişdilər. Çünki indi eşidirsən, deyirlər, indi kitab əhli yoxdur. Necə yəni kitab əhli yoxdur? İndiki kitab əhli elə Peyğəmbər sallallahu əleyhi və səlləm dövründəki kitab əhlidir. Ola bilər, indi məzhəbləri çoxalıb. Onlar bilirsən, onlar istəyirlər bunu götürsünlər. Götürsünlər ki, ne üçün? Razboy zat halal olsun. Necə ki, məsələn, əhaliyə, müsəlman əhaliyə, cəmiyyətinə fətrə əhli və ya məsələn, mürtəd deyirlər, ne üçün? Halal olsun. Yəni, cinayətlər, indi bizə görə o cinayətdir. Onlara görə o adi işdir, halaldır. Onlar haramı halallaşdırırlar. Burada bir də incəlik var, bunu bilin. Nə deyirsə, deyir ki, bizə əmr edir ki, tək Allaha ibadət eləyək, onun şəriki yoxdur və sizin babalarınız nə deyib, onu tərk edin. Yəni, bütləri zadı. Və yə'muruna bis-salah, bizə deyir ki, namaz qılın. Və sidq, düzgün olun. Və l-əfəfu və silə, qohumluq münasibəti qurun. İffətli olun. Yəni, tərbiyə və s. hər şey daxildir. Fəqalət li-tərcümən kulləhu. İndi kral deyir ki, Herakl deyir ki, tərcüməçi indi deyin ona, Abu Süfyana. Kulləhu, səəltukə ən nəsəbihi fədəkərtə ənə fikum dhu nəsəb. Fəkədəlikə rusul tuba'asu fi nəsəbin qavmihə. Yəni, mən ne üçün nəsəbin soruşdum, nəslin? Çünki Peyğəmbərlər də ondan qabaq, əvvəlki Peyğəmbərlər gələndə də onlar da nəsilli adamlar idi. Bir. Sonra indi o soruşduqlarına cavab verir Herakl. Və səəltukə həl qalə əhədun minkum hədəl qovl fədəkərtə ən lə. Yəni, dedim ki, soruşdum ki, ondan qabaq belə söz deyən sinarozda olub, dedin, yox. Fəqultu ləv kənə əhədun qalə hədəl qovl qabləhu ləqultu rəculun yətini yəqul qilə qabləhu. Əgər desəydin, deyərdim, onda bu kişi bundan qabaqçı kim deyib, ona tabidir. Ondan götürüb bunu. Aydın, amma ondan götürmür də, yəni buna vəh gəlir. İsa aleyhissalamı görməyib. İsa aleyhissalamla
Peyğəmbərimiz sallallahu aleyhi ve sellem arasında 6 əsrdir. 600 il. Və İsa aleyhissalamla Peyğəmbər sallallahu aleyhi ve sellem arasında Peyğəmbər gəlməyib. Nə nəbi, nə də rəsul. Olmayıb. Və səəltuka həl kənə min əbəihi min məlik. Soruşdum ki, padşah var idi. Babalarından kimsə, atasından, babalarından. Dedim ki, yox. Dedim ki, əgər padşah olsaydı, deyərdim ki, hə, bu mülk istəyir. Gəlib babasının mülkünü istəyir. Yəni, heç nə yoxdur. Yəni, Peyğəmbər sallallahu Allah Teala bilirsiniz, qardaşlar. Elə adama Peyğəmbərlik verdi ki, yəni şübhə yeri yoxdur. Kim istəyir ki, şübhə atsın, kim istəyir bəlkə öyrəndi kimdənsə, kimsə öyrətdi. Elə adama verdi ki, heç yazıb oxuya da bilmirdi. Yəni, elə adama verilib ki, şübhə yeri yoxdur bu adamda. وسألتك هل كنتم تتمنون بالكذب قبل أن يقولها ما قال فذكرت أن لا فقد أعرف أنه لم يكن ليظهر الكذب على الناس ويكذب على الله وسألتك yani soruşdum ki Peyğəmbər deməmişdən qabaq özünə yalan danışan kimi tanımısınız dedi yox. Dedi əgər cəmaatı yalan danışmırsa Allahın adından da yalan danışmaz. Sonra deyir ki وسألتك أشراف الناس اتبعوه أم ضعفاؤهم فذكرت أن ضعفاؤهم اتبعوه وهم أتباع الرسل. Soruşdum ki, kimdə ona tabi olanlar? Zəiflər, yoxsa güclülər? Dedin, zəiflər. Dedi, zəiflər Peyğəmbərə tabi olanlardır. Birinci çağırışda, xüsusən. Özü də, hətta zəiflərin gəlməyə özü görsədir haqdır Peyğəmbərimiz. Sallallahu aleyhi ve sellem. Ne için? Çünkü zayıflar güçlülerden korkarlar. Bilal qul idi. Lakin buna baxmayaraq əzab verdilər və s. Lakin dönmədi. Çünki iman gətirmişdi. Vəhyi eşidirdi. Əzbərləyirdi. Özdə Quran-ı Kərimdə, qardaşlar, var Məkkə surələri, var Mədinə. Ən çox hansıdır? Ən çox Quranda Məkkə surəsidir, yoxsa Mədinə? Məkkə surələri çoxdur. Yaxşı, Məkkəni necə təyin edirik? Məkkə ilə Mədinə surəsi necə ayrılır? Nə hicrətdən qabaq nazil olub Məkkədir, nə hicrətdən sonra köçdən Məkkədən Mədinəyə. Nə hicrət yəni Məkkədən Mədinəyə köç. Nə hicrətdən sonra nazil olub, o Mədinə sayılır. Ola bilər Məkkədə nazil olsun. Aydındır, Məkkə, Mədinə surələrin, ayələrin belə götür. Tayyib. Davam eləyək, qardaşlar. Sadəcə arada biraz faydalar deyirəm ki, belə. Amma bilin ki, şərh eləmirik ya. Yoxsa bu hədis üstə bəlkə də bir ay yanacaqdır. Sonra deyir ki, وَسَأَلْتُكَ أَجْرِزِنَا اَنْ يَنْقُسُونَها وَذَكَرَنَا يَزِيدُونَ وَكَذَلِكَ أَمْرُ الْاِيمَانِ حَتَّى يَتِمْ. Soruşdum ki, azallar yoxsa çoxallar deyir, iman əhli elədir. İman gətirənlər elədir. Haqqı görüblər, artıq başlayıblar iman gətirir. وَسَأَلْتُكَ أَيَرْتَدُ أَحَدِ صَخْتَةً لِدِينِهِ بَعْدَ أَنْ يَدُخُولَ فِيهِ فَذَكَرْتَ الْأَلَّهِ وَكَذَلِكَ الْاِيمَانِ هِينَ تُخَالِتُهُ بَشَاشَتُهُ el-qulub və səəltüqə dedim ki, kim ki o imana girir, İslamı qəbul edir, onun dəvətini qəbul edir, çıxır, dedin, yox, dedi, hələdir, iman qəlbə gələndə artıq oradan çıxmaz. Yəni orada kök salıb. Həm də Peyğəmbəri görürdülər. Peyğəmbəri görürdülər. Sonra və səəltüqə həl yaqdir fəzəkardə əllə və kədəlikə rusul lə təqdir وسألتك بما يأمركم فذكرت أنه يأمر أن تعبدوا الله ولا تشركوا به شيئا وينهاكم عن عبادة الأنثى ويأمركم بالصلاة والصدق والعفاف فإن كان ما تقول حقا فسيملك موضع قدمي هاتين. Sonra soruşdum ki, başqa nəsə əməlləri var, dedin, yox, dedin ki, Peyğəmbərlər də hələ deyil. Sonra dedim, nə əmr edir, dedin ki, deyir ki, tək Allah'a ibadət elə, onu şərik qoşma, bütlərə ibadəti tərk elə, namazı, sadiq olmağı və s. əxlaqı bizə tövsiyə eləyir. Əgər sən deyən kimidirsə, ey Əbu Süfyan, Herakl deyir,
Əgər sən deyən kimidirsə, mən harda oturmuşam bu saat, ayağımın altın. O deyir, bir gün gəlib alacaq buraları. Herakl. Herakl belə ağlı insanı görür səni, məlumatlıdır. Dedi, əgər sən deyənlər düzdürsə, dedi ki, bu ayağımın altında olan torpaq, hamısı deyir, onun olacaq. Fakat kuntu a'limu ennehu xaricun lem yekun adunnu ennehu minkum. Gözləyirdim mən, bilirdim ki, kimsə gələcək. Amma inanmadım ki, sizdəndir. Fikirləşmədim ki, sizdəndir. Amma gözləyirdim. فَلَوْ أَنِّي أَعْلَمُ أَنَّهُ أَخْلُصُ إِلَيْهِ لَتَجَشَّمْتُ لِقَاءَهُ وَلَوْ كُنْتُ عِنْدَهُ لَغَسَلْتُ عَنْ قَدَمِهِ. Deyib, əgər, deyir, mənə nəsib olsa, mən ona görüşsəm, onun ayaqlarını yuyaram. Kral deyir, Kral deyir, ثُمَّ دَعَا بِكِتَابِ رَسُولِ اللّٰهِ sallallahu aleyhi ve sellem بَعَسَ بِهِ دِحْيَ إِلَى عَظِيمُ الْبُصْرَى فَدَفَعَهُ إِلَى هِرَقْلِ فَقَرَأَهُ فَإِذَا فِيهِ. Deməli, sonra dedi ki, gətirin, yaxşı, ondan kitab gəlib, məktub. Hüdeybiyyə sülhü bağlanıb, müharibələr dayandı. Peyğəmbər sallallahu aleyhi ve sellem başladı dəvətə. Artıq kralları dəvət edir. Biri Farsa göndərdi, birin Roma. Yaxşı, indi məktub. Lakin qalsın məktub, gələməz ismizə. Yaxşı, sual. Herakl İslamı qəbul eləmək sayılır bu, yoxsa yox? Sayılmır, yox. Sayılmır, ne üçün? İstədi qəbul eləməyə. İstədi. Hətta dedi öz ətrafına. Gördü ki, buna qarşı çıxırlar. Mülkünə görə imtina elədi. Dünyanı seçdi. Dayanmadı möhkəm. Ona görə qəbul eləmədi. Lakin, inşallah məktubu, Peyğəmbər sallallahu aleyhi ve sellem məktubu qalsın, gələnməsi istədim. Bu babı qutaraq, keçək ikinci kitaba. İkinci kitab, əlhamdülillah, başlayır, qardaşlar. İkinci kitab, deməli, gör nə qədər şərh deyil, neçə səhifədir. İkinci kitab başlayır, Kitab-ül İman. İman kitabı. Vəhyin başlanğıcından qutarıq. İnşallah. Allah İmam Buxariyə rəhmət eləsin. Allah bizə eşli faydalardan etsin. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.